Son günlər Rusiya ilə Azərbaycan arasında media və mədəniyyət institutları ilə bağlı gərginlik fonunda maraqlı bir açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri Mikhail Evdokimov, Rusiya və Azərbaycan arasında Rus evi və Sputnik Azərbaycan nümayəndəliyi ilə bağlı məsələlər üzrə konstruktiv dialoqun başladığını bildirib. Səfir bu barədə Live TV telekanalına verdiyi müsahibəsində danışıb. Evdokimov qeyd edib ki, Bakıdakı Rus evi Azərbaycan tərəfinin xahişi ilə fəaliyyətini dayandırıb və hazırda Rusiya səfirliyi mədəni humanitar layihələrlə qismən məşğuldur. O bildirib ki, hər iki tərəf bu mövzularda qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda addımlar atır. Mənə elə gəlir ki, biz Azərbaycan tərəfi ilə həm bu məsələdə, həm də Sputnik mövzusunda müsbət dialoqa başlamışıq, deyə səfir vurğulayıb. Evdokimov həmçinin ümidvar olduğunu bildirib ki, dialoq davam edəcək və qarşılıqlı məqbul həllər tapılacaq. O, Azərbaycanın Rusiyadakı mədəniyyət mərkəzlərinin və azərbaycanlı jurnalistlərin uğurlu fəaliyyətinə də toxunaraq, bu təcrübənin ikitərəfli münasibətlərə töhfə verdiyini qeyd edib. Xatırladaq ki, son aylarda Rus evinin fəaliyyəti və Rusiyaya bağlı media qurumlarının Azərbaycandakı mövcudluğu ictimai və siyasi müzakirələrin mövzusuna çevrilmişdi.